Və öz növbəsində Ukrayna tərəfinin İran gəmisini Xəzər dənizində hədəf seçməsi çox ciddi reaksiyalara səbəb olub. Moskva bunu təhlükəli eskalasiya sayır. Aşqabad isə Xəzərin sülh məkanı olduğunu vurğulayır haqlı olaraq. Tehran da hadisəyə etiraz edib. Bəs belə olarsa, bölgədə vəziyyət nə və hansı istiqamətdə dəyişə bilər? Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna silahlı qüvvələrinin Xəzər dənizində gəmilərə endirdiyi zərbələri son dərəcə təhlükəli adlandırıb. Peskov jurnalistlərə açıqlamasına diqqətə çatdırıb ki, bu cür hücumlar regionda gərginliyin növbəti mərhələsidir. Onun sözlərinə görə Ukraynanın Xəzər dənizində gəmilərə zərbə endirməsi döyüş əməliyyatlarının coğrafiyasının genişləndirilməsi tendensiyasını göstərir. Несколько дней тому назад уже эта информация появилась, но пока это не более чем такие izməşləyiyə SMI. Türkmənistan da məsələyə münasibət bildirib. Rəsmi Aşqabad Xəzər dənizindəki gəmilərə endirilən zərbələri pisləyib və bu cür hərəkətləri qəbul edilməz adlandırıb. Xəzəryanı dövlət və BMT tərəfindən tanınan daimi neytrallığa malik bir ölkə olaraq Türkmənistan Xəzər dənizinin sülh, harmoniya və mehriban qonşuluq dənizi olduğunu vurğulayır, deyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. Xatırladaq ki, iyulun 25-də Tehran Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirməkdə ittiham edib. İran Xarici İşlər Nazirliyi hadisə nəticəsində ölən və xəsarət alanların olduğunu açıqlayıb və Ukraynanın müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib. Ukrayna prezidenti Vladimir Zelenski isə Ukrayna silahlı qüvvələrinin Rusiya ilə İran arasında hərbi yüklərin daşınmasında istifadə olunduğunu iddia etdiyi gəmilərə zərbələr endirdiyini diqqətə çatdırıb.